Molla rejimi İranda elə belə hakimiyyətə gəlməyib. Bu xalq bu rejimi qazanıb, yaradıb, formalaşdırıb, başına bəla açıb. Atalar saxla yetimi, qapar jopumu deyiblər. Rejim hələ müdafiə olunur və edilir. Xalqın bir hissəsi hələ də kütlə halındadırlar. Orta əsrlər düşüncəsində. İrəli gedib texnologiyanı yeniləşdirmək əvəzinə mühafizəkar qüvvələrə dəstək verib. Amerika və İsrail timsalında xarici sionist düşmən obrazı tapıblar. Halbuki Şahın dövründə Amerika ilə dost idilər. İsrailin də müstəqilliyini ilk tanıyanlardan biri İran dövləti olub. Amerika-İsrail müharibəsində isə İranın üzü qara çıxacaqları irəlicədən məlum idi. Düşmən obrazı dillə qazanılsa da döyüş meydanında məğlub edilir. İran bu mənada dilə üstünlük verdi və axmaq dil başına toxmaq vurdurur. Xalq bu özünün yaratdığı rejimdən imtina etməlidir. Çünki əziyyətini çəkir və çəkəcək də. İranda konstitusiya dəyişikliyi edilməli, dini rejim hakimiyyətdən yara kimi kəsilib atılmalı, ölkəyə demokratik seçilmiş Pezeşyan kimi prezident rəhbərlik etməlidir.